Əziz tamaşaçılar, biz Naibə xanımdan gəldik. Bu günləri Naibə xanımın imicini dəyişməyə. Hazırsınız mı dəyişimə? Hazırım, gedək. O zaman gedək stilist Pərviz Mirzəyevin yanına. Pərviz, bir daha xoş gördük. Hoş gördük Yalçın. Hoş geldiniz salonumuza yenidən. Bugün daha bir məşhurumuzu gətirdik ki, imicin üzərində çalışasın. Bəli. Bugünlər inşallah Naibə xanımı başqa Dəyişəcək. bir Naibə xanım edəcək. Yəni uğurlu. Mən bir dəfə dəyişmişsə özü də super olub. O zaman dəyişimlərə başlayaq. Vaxt itirmədən, çünki vaxtımız azdır. Əziz tamaşaçılar, biz gəldik. Naibə xanımın imicin Bəli. Pərviz dəyişsin. Bəli. Pərviz də hazırda iş başındadır. Bilmirik, indi növbəsinə düşə biləcək yoxsa yox. Vaxt sizin də artıq. Zahidə xanım, xoş gördük. Təbii ki, mən hər vaxtınız xeyir, təbii ki, mən sənətkarımızı, gözəllər gözəli və çox Ay, sevdiyim çox aktrisamız sağ ol. Naika xanımı Çox sağ olun. gözləməyə səncə borc bilirəm. Əlbəttə ki, gözləməyə. Çəkilişlər üzərində görürsünüz, elə görürsünüz. Əlbəttə ki. Ya biz Zahidə xanımla bir-birimizi illər əvvəl biz həm də rəfiqə olmuşuq. Bəli. Bəli, biz rəfiqə olmuşuq. Zahidənin bir gözləri var, indi Nə bir şəkil gözləri. Tüm Naika mənə görəndə həmişə nə deyirdi? Hə, gözləri var idi, yanırdı. Kipriklərim belə. Kiprikləri Zahidə xanım, para yanırdı. Zahidə xanım, əsas məsələ Belə idi. saçları da belə Çəkilişdən qabaq. saçların Buradan. o saçlar hanı? Naika, hələ insta gedəndə hörürdün en saçını. Saf bir qız idi. Elə yadıma gəlir ki. Hələ indi də o saflığım qalıb da. Ona görə bir dərə görsün başıma nə gəlir Yox, saflığımdan. çox yaxşı ki qalıb. Naibə xanımla niyə incimisiniz? İnciməmişəm. Yox, bu ayaqlar gələndə ay Naika qucaqladım. Bəlkə salam. Ay baxma da indi də bax. Hamı başa düşürəm. Zahidə Düşməsə Zahidə çəkməzdim. xanım, bir məlumat eşitmişəm. Bilmirəm indi təsdiqləyəcəksiniz yoxsa yox. Zahidə Günəşin ailəsi bir müğənniyə görə dağılıb. Özdə baş hərfi Əl çəkmirik. Kim pis günümü istəyib, ay Allah, onları xoşbəxtləri yadından Bizim çıxıb. mən dediyim məlumat təsdiq edirsiniz, yox təsdiq eləmirsiniz. Elə bir şey olub. Sən mənim doğmamısan da Bilirəm. bilirsənsə, illər öncə bilirsən. Olubmu, olmayıbmı? Elə bir məlumat düz. Unutmuşam. Öyle bir şey desə olmuşdu ya, keçmişdə, bilmirəm də unutmuşam. Oğlum da əsəbləşir. Oğlum deyir ki, ana, o vaxtda içində danışma. Yəni ki, ehtiyacımız yoxdur axı, unutmuşuq hər şeyi. Naibə xanım, razısınızmı yeni imicinizdə? Çox. O zaman tamaşaçılar görsünlər Naibə xanımı. Necədir, razı qaldınızmı? Super. Pərviz kaprizə göstərmədi ki. Oldu. Çox istəyirəm də onu. Canım. Tanımadım sizi, siz Naibə xanımsınız. Bəli, mən Ay Naibə Allah, nə xanımam. gözəlsiniz. Necədir? Nə Xoşuna gözəlsiniz gəldin? Naibə xanım. Ay Allah, nə gözəlsiniz. Bilirəm sizi hiss elədim ki, bu kimin əl işidir, sizin bu bəzəyiniz. Pərvizin əl işidir. Pərviz Mirzəyev mənim. Təbii. Çox gözəl. Sizi tanımadım maşallah. Ne kadar güzel olmuşsunuz. Mən də sizi tanımadım. Teşekkür Günara ederim. xanım, Necəsiniz? bizim Hoş gördük. televiziyamızın gülü. Çok şad oldum sizi Naibə görmeme. xanımın bu günləri imicini dəyişmişik. Ben tanımadım hardasa. Çok güzel olup değişik derecede. Çok sağ olun. Nedir bunun sırrı onu da bilmeyi istiyorum. Siri Pərvizdir. Pərviz. Pərviz, bəli. Oo, Bəs sizin uzun illərdir eyni formada qalmanızın eyni formada sirri nədir? qalınmısınız maşallah. Düzdür, her iki Darıxmışıq Pərvizin sizin. dokunuşları olmuyor. Amma darıxmışıq sizin üçün. Ben de sizin için teşekkür ederim. Çok sağ olun. darıxmışıq Çok da oradan. güzelsiniz. Və eşidəndə siz gəldiniz. Çox sevindim mən. Ben de. Dedim Gülnara xanım mütləq olmalıdır. Çok Bugün sağ mənim olun. qonağım. Gəl. Teşekkür ederim. Çok sağ olun. Şuna, əzizim. Ay canım, terlanım, benim nazlı arvadım. Mecnun. Ay canım, bədbəxt Məcnun təzdən gəlir. Bədbəxt Hoş geldiniz. Məcnun. Çox sağ ol əzizim. Mən səni tanımadım ağa. Hələ tanımazsan. Hələ bir ki, əlimə zibil zibil. Alımına görə. Naibə xanım o xüsusi bəzədir ki, heç kim tanımasın. Qulaq as, mən elə o əlimə zibil vermişdin ki, bunu ata. Ha, yadındadır. Hə, can. Əla, Can. xoş günlərdə görüşürük.